Salam, hər vaxtınız xeyir olsun. Mən Şəfiyev Mahmud. Uzun illərdir ki, beynəlxalq yükdaşımada sürücü kimi fəaliyyət göstərirəm və hal-hazırda Kitay-Qıran hissəsindəyəm. İnşallah yolumuz Azərbaycanadır. Bütün Azərbaycan xalqını da Həmrəlik günü münasibəti ilə təbrik edirəm. Mən Vəliyev Cəlal, Yükdaşıma şirkətində çalışıram. Dünya Azərbaycanlıların Həmrəlik bayramı, yeni ilin təbrik edirəm. Adana Transport şirkətinin sürücüsü Abdullah Namin sizi Sette limanından salamlayıram. Azərbaycan xalqının qarşısına gələn dünya Azərbaycanlılarının Həmrəlik günü və yeni il mübarək münasibətilə təbrik edirəm. Salam, mən Quliyev Talih 020 Transport şirkətinin sürücüsüyəm. Litva şəhərindəyəm. Qarşıdan gələn yeni il və dünya Azərbaycanlıların Həmrəlik günü münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Salam, mən Üstəmov Şahin Murazoğlu 020 Transport Logistik şirkətinin sürücüsü olaraq bütün Azərbaycanlıların Həmrəlik günü və qarşıdan gələn yeni münasibətilə təbrik edirəm. Mən Ram LTD şirkətinin beynəlxalq yükdaşımalar üzrə sürücüsü Zaur Əzizov. Sizləri Estoniyanın Tallinn şəhərindən salamlayıram. Qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü və yeni il münasibəti ilə sizi təbrik edirəm. Mən Valih Mərdiyev, Ren Logistik beynəlxalq yükdaşıma şirkətinin sürücüsü. Litva dövlətinin ərazisində xalqımızı qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü və yeni təqvim ilinin gəlişi münasibəti ilə təbrik edirəm. Mən Səfərov Rafiq, Ram LTD MMC şirkətinin, beynəlxalq yükdaşıma şirkətinin sürücüsü, Avropanın Litva Respublikasının Vilnius şəhərindən bütün Azərbaycan xalqı Həmrəlik günü münasibəti ilə və qarşıdan gələn yeni il münasibəti ilə ürəkdən təbrik edirəm. Salamünaleyküm. 29 dekabr sizi Avropanın Kladova şəhərindən təbrik edirəm. Qarşıdan gələn yeni il bayramı. Mən Ram LTD işçisi. Sizə də arzulayıram buralarda gələsiniz. Mənim kimi yox, belə turist kimi. Salam, hər vaxtınız xeyir. Buradan Belarusiya və Polşa sərhəddindən Elzam Transport şirkəti adından bütün Azərbaycan xalqını yeni il bayramı və Həmrəlik günü münasibəti ilə təbrik edirəm.